Necəsiz? Mən yaxşıyam, siz necəsiz dostlar? Dostlar, bu günləri futbol videosu çəkirik. Videolarımın altında çox görürəm, Free Fire videosu istəyirsiniz. Ancaq məndə Free Fire var, hə. Ancaq hesabım gedib. Ona görə mən də Free Fire oynamaq istəmədim. Əgər belə çox istəsəz, 2-3 dənə yorumlarda görsəm Free Fire var, hesabımı geri ala bilməsəm də oynayaram Free Fire. Amma deyim də indidən o qədər də pro deyiləm Free Fire'da. Heç o qədər də yaxşı deyiləm. Ancaq belə yəni bir şeylər eləyə bilərəm də, çox az bir şeylər eləyə bilərəm. İndi bəli uşaqlar, futbol ligi oynamaq istəyirəm mən indi, amma necə oynamaq istəyirəm? Oynamaq istəyirəm, amma düşük ligdəyik. Çox oynamıram burada. Baxay da. Heç olmasa ən azı pis adam belə gəlsə, yenə də maç olsun bir yana. Yəni yaxşı pis bir daha maç olsun da. Baxay. Böyle kadroma 10 üzerinden ne severiz dostlar. Bakay formda geldiler. Mbappe biraz pis gelip. Mbappe'nin yerine kim alabilir? Buraya Hank Müslümanlısı gelip. Biraz yukarı gelip. İkinci yarı Mbappe'ni alabilirim. Mbappe'ni alabilirim. Buraya da Foden koyak. Foden biraz yüksek gelip yok. Yok Foden olsun. Yaxşıdır Foden. Yedeklerde biraz bir iki tane pis oyuncular var. Ama değiştireceğim onları, korkmayın. GP, MP biraz toplayıp gelip yaxşı oyuncular almaq düşünürəm. Yaxşı bir sol bek almaq düşünürəm. Yüksək səviyyəli. Bəli, başlayırıq. Rəqibimiz botdur, amma olsun. Keşke burada da rəqibimiz pro olsun, yoxsa bot olsun, onu seçə bilsəydik. Şey var. Öz kadrondan YZ oynasın. Deyir ki adamın özü oynasın hələ. YZ-nin yerinə. YZ oynasa bəlkə şey dəyişdirə bilərik. Professional oynasın. Bot oynasın falan dəyişdirə bilərik. Dəyişdirə bilsəydik ya da dəyişdirəməsəydik də hələ onda oynayaq. Çünki buradakiler məsəl üçün bot da. YZ o qədər bot deyil. Ona görə. YZ bot olmadığı üçün yani biraz bot da. Ona görə oynan daha çətin bir maç ola bilər. Amma futbolda mən proyam. Free Fire'da o qədər güvənmirəm özümə. Necə deyim, biraz yaxşıyam Free Fire'da, amma necə tez hərəkət elətdirəmirəm. Məsələn, kompüter yoxdur axı. Kompüterdə tez hərəkət elətdirə bilirsən, amma telefonda tez eləyəmirəm də mən o hərəkəti. Kompüterdə əvvəllər kompüterdə eləyə bilirdim. Ya da PUBG yüklenseydi PUBG videosu çəkə bilərdim. Brawl Stars'ı bağlayam. FC Mobile'da da belə də. Əvvəllər 110 gəlin bir hesabım var idi. Orada yaxşıydı. DLC videosu da istəyənlər yəni çəkə bilərəm. Güclü kadrom var. Uşaqlar, belə videoların gəlməsini istəyənlər, necə deyim, PES videosunun gəlməsini istəyənlər varsa dostlar, abunə olub like atmağı unutmasınlar. Ya da şərhlərdə də yaza bilərlər ki, məsəl üçün mən FC Mobile istəyirəm, mən Brawl Stars videosu istəyirəm. Ya da mən məsəl üçün necə deyim, Free Fire istəyirəm, DLC istəyirəm. Bunları yaza bilərsiniz. Bu golü sizə gəlsin dostlar. Sizə gəlsin. Hayda, biraz sıkıcı oldu ya. Keşke o yeni ligimde koysaydım profesyonele. Çekişmeli bir maç olsaydı. Yense daha yaxşı olar ya profesyonelde. Tık tık. Tık. Haydi be. Uzaktan dedim indi. Çünkü asan gol atıraq ona göre. Haydi. Mutlu olalım şimdi. Mutlu olalım şimdi. Hegmison. Vardı uşaqlar, sizcə Eren Elmalı yaxşı futbolçudur. Yine mən Eren Elmalı ali sözleşmədən götürdüm, aldım, koydum sol bekə. Çünki Robertson'dan yaxşıdır da. Baxacağım, fulləmədim. Özüm yəni oyun fulləyirəm, oyun oynadığımızda yüksəldir.
Mən eləməmişəm, yəni Robertsona heç vaxt yüksəlməmişəm, ya da Donnarummanı. Ancaq oyun özü eləyib. Baxacağam. Əgər ki, necə deyim, baxacağam da, əgər ki görsəm yaxşı oyuncular yoxdur. Adalet sözleşmeden yaxşı oyuncular almağa çalışacağım. Çünkü güclü oyuncular yoxdur da məsəl üçün kadromda. Donnarumma gücsüzdür. Yəni az səviyyəlidir. Robertson az səviyyəlidir. Yəni səviyyəsi azdır, yəni. Bizim kadromuz ancaq 98 və 99'luklar girə bilər ya da 100, 101 lər girə bilər. Ancaq Robertsondan Donnarummanın səviyyəsi düşüydü. Ona görə onları almayacağım. Daha doğrusu yükseltmeyeceğim. Ancak adalet sözleşmeden götürüp bakacağım. Donnarumma ve Robertson'dan daha güçlü oyuncular, daha yüksek seviyeli oyuncular tapabilsem onları alacağım. Robertson yeni birini tapmışam indi. Ne dediğim, Eren Elmalı. Ancak Donnarumma yeni de kapıcımız var. Bir daha kaldı bir iki tane de yüksek seviyeli oyuncu tapmalıyam ki fullemediklərimin yerine koyayım. Kiminci? Hadi be. %100 kartıdır bu arada, %100. İnşallah seçmeli şeyim dolan kimi, seçmeli güçləndiricim dolan kimi defansına vereceğim. Bir seviye yükseler 101 olar. Bu gol olsa like atırsınız. Ayda direydə. 5-0. Biləm indi maraqsız gəldi bu video sizə. 100% maraqsız gələcək sizə. Neyse, dediğim kimi de gələn dəfə futbol videosu gələndə görəcəksiniz. Donnarumma, Robertson falan olmayacaq. Orada onların yerine olacaq. Adalet sözleşmeden aldığım oyuncular olacak. Dedim. Davay baxay. Dostlar, bu arada dediğim kimi siz hansı video çekmemi istəyirsinizsə deyin. O videonu çəkəcəm. Ya da hələ shorts videolarım yaxşı, shorts videolara da devam edə bilərəm. Eren Elmalı. Uy, Eren Elmalı. What the? Şuradan pas at. Bax. Mənim Messi'm bax çox pisdir. Bir dəfə Messi'ne tam bax buradan. Bax tam şu anda olduğum yer var ha. Buradan bir tane şut vurmuştum. Girmiş de gol olmuştu. Özü bu arada gerçek adamlara karşı oynardım ve güçlüydüler. Bak şu bir üstüne yapmıştım, götürüp salım malım atmıştım. Ondan sonra bir tane ben şut vurmuştum. Gol olmuştu. Şimdi de eleyeceğim, gözlüyün bir dakika. Tam istediğim yeri diye. Yani sağdan atılıyor, ona göre. Yaxşı yerdə eləyir benim. Yavaş, al şu topu. Aç şuraya, şuradan şuraya. Messi şurada. Tık geçtik. Salım atmadık, dümdüz gittik. Ama olsun. Yine de adamı geçtik. Alexander Arnold'dan Messi'ye. Oh my God. Şimdi bir daha çalım. Bu arada uşaqlar sizə bir dənə futbolla əlaqəli bir dənə bir şey deyim. Götürüb çalım, fərqi yoxdur. Hansısa bir dənə çalım, çift vuruş olsun, Marsilya dönüşü olsun. Hər hangi bir çalım atdıqdan sonra direkt bir dənə şut vursunuz. O şut yəni girmə yüzdəsi daha çoxdur. Məsəl üçün bir var girmə yüzdəsi %0'dır. Gördünüz mü? Gol. Bir var gördünüz %0'dır girme şansı. Ancak çalımdan sonra şut vuranda ise girme yüzdesi çoxalır. Ben bir dəfə bir dənə çalım atıp şut vurmuştum. Ama şutu çox vurmuştum da, yani lap ortalardan atırdım. Ancak çok basmıştım. Dedim 100% girmez. Sonradan yadıma geldi. Çalım attıktan sonra şut vuranda olur. Girme yüzdesi çoxalır. Bir de gördüm gol oldu bu dəfə. Ayda, yaxşıydı. Belə qolların dediyim kimi uşaqlar çoxdur. Bəzən ola bilər. Belə qollar atdıqdan sonra bundan sonra
şey diyeceğim. Götürüb shortslara qoyacağam. Məsəl üçün götürüb önəmli anlara girəcəm. Oradan yaxşı gol attığımda o golü də saxlatacağam. Videonu açacağım. Shorts videosu kimi olacaq. Ondan sonra onu bir dənə editləyə bilsəm yaxşı olar. Editləyəməsəm, daha necə deyim? Editləyəməsəm yaxşı olar, editləsəm də. Dostlar, dəqiqə biraz çoxalıb 10 dəqiqədir. Videodayıq. 10 dəqiqə 30 saniyə oldu. Ona görə necə deyim belə? Futbol ligində oynamağa devam etməyəcəm. Hələlik. Şimdi şuradakı hedeflərimi alaq. Bəli, bu qədər dostlar. Siz də əgər başqa bir video çəkməmi istəyirsinizsə, dediyim kimi like ata bilərsiniz, şərhlərə yaza bilərsiniz, abunə ola bilərsiniz. İnşallah gələcək səfərdə görüşərik. Sağ olun dostlar.